Salam, xoş gördük əziz izləyicilər. Bu videoda sizlər üçün dim riyaziyyat test toplusundan isbat məsələsini, birinci isbat məsələsini həll edəcəyik. İnşallah sizlər üçün də faydası olar. Demək, başlayaq isbata. Demək, bizə verib A bölünsün B, üstə gəlsin C bölünsün D. Bərabərdir 1 olarsa, A bölünsün B'nin kvadratı üstə gəlsin C bölünsün D bərabərdir C bölünsün D'nin kvadratı üstə gəlsin A bölünsün B olduğunu deyir, ispat edin. Buradan bunu müxtəlif formada ispat etmək olar. Yazaq necə? Kvadratları bir tərəfə, sol tərəfə keçirək və bir fərq bizəm yazaq. Demək, yazarıq A bölünsün B çıxılsın C bölünsün D vurulsun A bölünsün B üstə gəlsin C bölünsün D kimi yaza bilərik. Və bərabərdir C bölü D, solda olan C bölü D-ni də sağ tərəfə keçirirəm. Və burada A bölü B var idi, çıxılsın C bölü D də sol tərəfdəki gəldi sağ tərəfə. Burada diqqət etsək, A bölü B üstə gəl C bölü D-ni bizə 1 verib. Onda gətir burada yerinə 1 yazsaq, onda A bölü B çıxılsın C bölünsün D-nin bərabərdir A bölü B çıxılsın C bölünsün D-yə. Yəni, ispat olundu. Əgər bərabərliyin sağ və sol tərəfi bir-birinə bərabər alınırsa, deməli, ispat olmuş hesab olunur. Bu qədər əziz izləyicilər. Növbəti videoda görüşmək ümidi ilə sağ olun, özünüzə yaxşı baxın.